Salam əzizlərim, yeni bir gündən, baxın belə bir gözəl bir gündən hər birinizi salamlayıram. Hava belə yaxşıdır, amma yüngülvari külək var. Bilmirəm indi gün ərzində bərkiyəcəkmi, yoxsa azalacaqmı? Amma belə ümumiyyətlə qəşəng gündür. İndi hal-hazırda saat 11-dir. Mən bugün istəyirəm Rəvanın qəbrüstə getmək. Hani yer gəlmişkən heç soruşmadım. Siz nə edirsiniz, necəsiz əzizlərim? Elə tez bir tələsik evdən çıxmaq istəyirəm deyə sözlərimi də tez-tez deyirəm. Gedim indi içəri keçib hazırlaşaq, Nuray ilə gedək. Bugün həftənin 6-cı günüdür. May ayının 17-sidir, səhv etmirəmsə. Dünən videonu çəkdim, tamamladım. Bilmirəm tamam olacaq, yoxsa bu videoda ona qoşulacaq. Nəysə ki, dünən 16-sı çəkiliş etdim. Bugün də ayın 17-sidir. Belə. Şənbə günüdür, Raf getdi işə, Cəsur da özüylə aparır. Altı bazar, Cəsurun isə başqa işi olmasa atasından gedir, atasına kömək eləyir. Biz də Nurayla əslində tək getməyə biraz yol uzaqdır, darıxdırıcı kimi gəlir adama, nə qədər olmasa. Nuray öz də istəyir getmək. Bir izləyicimiz yazmışdı ki, uşaqdır, düz deyir də tez-tez aparmayın. Amma belə həm tək qalmaq deyir istəmirəm, həm də Rəvan, mən də istəyirəm deyir getmək. İndi Nurayla hazırlaşaq gedək xanımlar. Mən durdum, tez o qədər iş gördüm. Evləri toz soran adam tez-tez. Bu semçika ki alırıq. Axşam da toz soranlamıram, hamıdan gecə yenə də yatan mənəm. Səs salmaq istəmirəm, toz soran səsini. Tez durdum mətbəxi, koridoru. Da otaqları yox. Koridorla mətbəxi toz soranadım. Cəsur özünə qəşəng kaşa pişirmişdi, Gerkules. Dedim, amma çox eləmişəm, yeyə bilmədim. Tez evdən çıxanda yemək eləmək istəyirsə də, amma iştahı olmur, yeyə bilmir axıra qədər. Əslində çox eləməyib, belə normasını eləmişdi. Prosta axıra qədər yeyə bilməyib. Dedim, qazanda biraz kaşam qaldı, istəyirsənsə onu yeyərsən də qalmasın, bərkiməsin. Elə bayaq işlərimi qutardım, elə baxın dedim, çıxdım bura, biraz bərkimişdi, biraz qatlaşmışdı, amma super bir kaşa hazırlamışdı. İçinə deməli kakao da əlavə edib. Bir də xurma var, şirin xurma. Onu xırta-xırta doğrayıb əlavə edib. Deyirəm, bu nədir içində belə qara-qara, yanıb mı bu belə? Yox, amma yanmağına yanmayıb. Xurma doğrayıb, bir də qoz ləpəsi doğrayıb içinə. Çox dadlı idi. Şirinisi az idi, deyəsən də xurmanın şirinisi idi. Onu yedim, qazan qoydum, elə kranın içinə su aldım. İstansın gedim, onu da yum, hazırlaşaq, çıxaq. İstəyirdim bu güllərdən də götürmək, amma bunlar çox açıqlar, xanımlar. Baxın. Aparına kimi əlimdə töküləcək elə şeyləri. Elə buton kimisi yoxdur. Da belə buton nədir? Gönçə. Bir də bunlar götürün. Əslində baxın, bunlar var da. Üstündə cücü var yenə. Mən buna dərmanda tökmüşdüm. Ağın üstündə heç gönçəsi yoxdur. Elə bunda da. Ya bunda da yoxdur. Bunlar çox bağlıdır. Burada varsa da, amma yanındakılar belə tökülmək üzərədir. Yox, indi qərənfil alaram. Yoldan görüm qərənfil alaram, mağazində açıq olsa tapın buralardan qərənfil belə gedək. Bu da axşam aldığım güllərdir. Bunları bura öz hətimizə əkmək üçün aldım. Axşam elə bildim, bu da ağdır. Deyirəm, mən baxaq 2 dənə ağ səhv deyildim, qaranlıq olub, rəngi yaxşı seçməmişim. Amma sonra baxdım, yox, sarıdır. Görək tutarlar mı xanımlar? Axşam suladım. Sonra hazırlaşdıq. Tabçıqaları da kənara qoyum. Elə gedək Nuray. Ya Allah. Bir baxın. Ver mənə. Getdik. La ilahə illallah. Evdən çıxanda yadımdan çıxartma heç vaxt Nuray. Rəvanın üzerini təmizlədik Nurayla xanımlar.
O qabdakı gülü külə ilə uçurdu. Qoyduq içinə yenə uçurdu, götürdüm. Burada torpaq sıdandan sonra torpağa belə batırdım da götürsün. Güllər də belə solublar xanımlar. Baxın belə solub güllər də elə bil ki. Hələ həftədə bir gəlirəm amma yenə də günün altıda da belə təmizlədik Nuray. İndi gətirək, güllərini də düzək, Rəvanın Nurka. Get mama sənə bunu aç gətir. Qırmızı lentlərini də açmışdım, yadımdan çıxıbdı. Onları da bağladım. Bu gül qabını da bağlamıram, elə dursun belə içində. Adam bura gül almaq istəyir də, istəmir də. Belə qab daha yaxşıdır məncə. Özümüz alıb belə qoysuq, kəş bunları heç qoydurmazdıq mı, nə bilim. İçində heç nə durmur, küləyə uçurdur. Ha, onu da düzəldi. Xanımlar, gəldi artıq evdəyik. Gəldim, oturdum, yenə yemiş qəlbimə keçdi, yoruldum. Dəfə bir izləyicimiz də yazmışdı ki, yol uzaqdır. Hə, Rəvanın məzarlığı, qəbristanlığı uzaqdır bizdən. 2 avtobus dəyişirik. Adamı yol yorur, avtobusu gözlə, birindən düş, sonra birisini gözlə, get. Orada da nə qədər yol binaların yanından qəbristanlığın özünə qədər, özünü də görmüsünüz, çəkmişəm, ayağında belə yol var. Gidib gələn adam yorulur da. Elə indi evə gəldim xanımlar, çənkin altını yandırdım, Nuray da yoruldu, Şaxta da yoruldu. Bir havalar isti idi, hava yaxşı idi, burası küləkli idi. Hava küləkli idi, amma belə isti idi. Nuray kadar yoruldu, dedim bu biraz uzansın. Axşama yeməyimiz var, əslində lobiyamız var. Bilmirəm, kartoşka qızardım, yoxsa yox. Nuray bir pomidor yumurtası deyirəm, özümə pomidor yumurta eləyim, yeyim. Bunlar lobiyanı pişən gün yedilər, ondan sonra varsa yemirlər. Lobiyanı sevən Rəvana idi. Hə, belə 2 kilonu pişirirdim, həmin pişən günü qutarırdı. Elə bir Rəvanı gün ortasına, biraz səhərki günün gün ortasına Rəvan üçün saxlayırdım. Mən də Rəvan nə pişəndə yemədi, nə indi yemir. Anasına qurban olsun. Belə xanımlar. Bir stəkan çay içim, axşamda birazdan diş həkiminə gedəcəm. Elə bugün gəzmək günüm oldu, tamam. Evdə 5 dəqiqə qərar tutmadım. Dişimdə biraz narahatçılıq var, indi Rauf da gedəcək, işdən gedəcək. Dedi, mən ora gedəndə zəng eləyərəm, sən də gələrsən. Getdik Rəvanla da danışdıq. Oraları sildik, yuduq, təmizlədik. Rəvanın önündə də qəbirlər var. Onun birini örürdülər, usta işləyirdi orada. Güllərimiz də biraz solmuşdu. Yaydı, istedi. Onlar bəlkə də solub qalmayacaqlar, nə bilim. 3-4 vedrinlə Rəvanın daşını yuyuram, təmiz-təmiz. Elə bir ki, quruyanda sırası bozarı, rəngi, izi qalır. Belə 3-4 vedrədə işlətdikcə o suları da güllərin, ağaclarının dibinə tökdüm. Belə xanımlar. Nurayın da pomidor yumurtasını özüm hazırladım xanımlar. Gəlsin, yesin, nuş etsin. Özümə də bir dənə kofe süzdüm. Biraz pendirlə içim. Görək sonra nə edirik? Nuray, mənlə gedəcəksən sən də yoxsa? Mənlə gedəcəksən? Yorulmuşsan? Gəl, nuş et. Salfetka götürmədim. Salfetka da götür özünə. Xanımlar, indi də evdən çıxıram. Zibilimi götürdüm. Əlimi də Nuraya dedim, krem versin evdən. Əllərimi kremlədim. Elə bir ki, orada qəbirstanlıqda o Rəvanın baş daşını yuyanda ora qum olur. Bilmirəm o sudan nədir, orada həmişə əlim quruyur. Qabıq kimi olur. Oranı yuyandan sonra. Dedim da indi evdən çıxıram. Yolda olacam da qoy əlimi kremləyim gedim. Hə, gedim xanımlar, zəng elədi ki, gəl. Ay, gözəl güllərim. Axşam qoy gün geçsin, gəlib sizə əkəcəm. Yemək falan da heç nə pişirmədim xanımlar. Kartoşka falan. Cəsur Raufun yanına çıxıb şəhərə gedir. Cəsur sədrəkdəki paltarları elə də bəyənmir. Şəhərdə hardasa brend belə geyimləri giyinir Cəsur. Özünə üçün şalvar almağa gedəcəkdi. O biraz gec gələcək evə.
Gələndə də nəsə istəyər, onu da bişirərəm. Belə əzizlərim, gedim. İndi Rauf təkdir gəlibdir şəkimlə, buradan da mən gedirəm. Hava da çox küləklidir bugün. Külək çoxaldı. Baxın, bu avi paraşoku Rauf aldım. Burada 14 manatdır. Bax, o böyüyü. Estağfurullah, burada 18 manatdır. Rauf 14'e almışdı Sədərəkdən. Sədərəkdən yox, meyvəli bazarının yanında Cənub adında İran mağazini var. Hardasında mən olmamışam, özüm bilmirəm. Rauf 14 manat alıb, amma burada 18 manatdır. Amma Rauf deyir ki, yenə də buralara, bu əraziyə baxanda ən ucuz İran mağazinidir. Yəni ucuz yuyucu vasitələr bu mağazindədir deyir. Amma başqa yerlərdə o paraşok hətta 20 manata da satırlar. Amma ora yaxşıdır. Orada ucuzdur. Cənub mağazinində, meyvəlinin yanında. Yəni, küləkli gün oldu bugün xanımlar. Elə oturub yemək yeyirdik ki, Afət bacım gəldi. Çay falan da süzdüm. Oturduq. Rauf zəng eləyənə qədər. Elə bacım da durdu, çıxdı. Mən də hazırlaşdım, çıxdım. Oraya gəlmək istəmədi. Deyirəm, amma yorulmuşam. Çəkdim videoyu, yadından çıxıb ayağında gəlib baxıldı, daxıldı, nədir? Rauf da yuxarıki damağının dişlərini nəhayət düzəltdirdi. İndi gedir bizə şirniyyat almağa. Hə, boynuna qoydum, yoldan qaytardım. Bir də sehirli sobadan nə salaq? Bir izləyicimlə rastlaşdım. Aptekin yanında, məktəbi yanından. Amma adını çəkməyəcəm kimdir. O qədər sevindim. Yorum yazır mənə həmişə. Çox qızlar da tanır, YouTube'da çox video çəkənlərə baxır. O qədər sevindim. Deyirəm, mən də səni tanımış kimiyəm da. Həmişə yazırsan deyə tanıyıram. Elə mehriban gəlin idi. Ümumiyyətlə, mən çox izləyicilər görürəm xanımlar. Hamısı mehriban. Belə, nə bileyim, o qədər sevindilər onlar da, mən də. Gəlirsən, gəl. Tort aldıq. Balaca tort aldıq. Xanımlar, gəldik evə. Yine mağazine keçdik, belə olmazsa olmazlarımızı aldıq. Belə bir çokobis aldıq. Deyəsən 2 manat idi bu, 1 manat 90 neçə qəpik verin. Bir dənə çörək. Bu Gerkulesidir Cəsurman, uşaqların. Sonra Rauf deyir, tort sizə, bu da mənə. Sevgi konfetdən özü götürdü biraz. Sonra smetan götürdük Cəsurma. Bir də zquşanka beləsi var idi. Balaca götürdük. Bir də baxın, bu tuzla mən yarpağı bağladım. Ümumiyyətlə neçə ildir bu turşularda, hər bir şeydə bunu istifadə edirəm. Pendirdə və turşuda. Pendir və turşu üçün saxlandırılmış sanayi duzu. Xaric çəkisi 3 manat qiymətdə, 1 manat neçə qəpikdir. Yəni qəpiklər yadımda qalmır. Belə tortda, əslində bu tortun biraz böyüyünü istəyirdik. Prosta yox idi da, böyüyü də bunu götürdüm. Uy. Baxın belə. Qəşəng tortdur. İndi çay qoyaq. Afət bacım gildə çağıraq, uşaqlar da gəlsinlər. Yəni özümüzə yox, elə uşaqlar çay içsinlər. Belə bu da Raufun tortu. Belə əzizlərim. Saat 10'da tort yiyən qızlar. Ona işləyib 15 dəqiqə. Dağlar. Bugün Dağlar imtahan verib. Nədir? Monitoring verib ilk dəfə. Özü də ağıllı, qəşəng də yazıb. Ağıllı balam. O qədər məsuliyyətli uşaqdır ki. Ağıllı balamdır. İndi məktəbi 4-cü sinif qutar.
Son zəngin olsun, xala qəşəng böyük bir tort alacaq, çayla içərik balamla. Həmişə yaxşı imtahanlar ver, yaxşı nəticələr əldə elə, həmişə qəşəng günlərimizi qeyd edir xalanın ağıllı balası. Ünlüdür. O dəfə Gülafətlə getmişəm. Qoyunu danışım. Rəqsə ki getdim ya dağlarla. Hə, onda Gülafət qalxdı yuxarı, əlini giyindirib gətirməyə dağları. Deyir, görürəm nəsə deyir, başa düşmürəm. Deyir, mama deyir. Xalalar deyir bildi, valideynlər bildi ki, Sevinç xalam ünlüdür. Yəni də YouTube-da məşhurdur da, belə ünlü, o qədər gülmüşəm. Ay sənə xala qırım, ham məni tanımır ki, ay dağlar. Ünlü büyün də bir izləyicimi gördüm. Görürsən, sonra çox imza verdi. Hə, İmza verdi. imza verdim. Da adını çəkmirəm, həm sevindim, o da çox sevindi, şad olduq bir-birimizi görməyimizə. Amma bütün kanallar da tanıyır, baxır qızlara, hamıya da rəy yazır. İndi bu videoda öz-özünə o da bildirmək istəsə yazsın. Amma mən də demərəm də, yaxşıdır, bəlkə razı olmaz, istəməz adını çəkməyə. Şəkillər də çəkdirdik, nömrələrimizi də aldıq. Çox sevindim. Elə ki biz harda məktəbin yanından bu aptek var. Aptek Ram mağazini sıra var ha. Hə, orada gördüm Sevinç bacı. İzlə qucaqlayıb mən bildim ki izləyicidir, öyrəşmişik o. O dəfə Ağsarayında bir izləyicilər yaxınlaşdı. Bax elə bildim ki izləyicidir. Hə, tanış oldum, xoş oldu. Deyirsən də mən deyirəm, hə, adını tanıyıram. Həmişə yorum yazırdı ya. Elələri adamın yadında qalırdı ad olaraq. Həm də qəlbi gözəldir. Hər şey gözəl sözlər yazır. Hə. Deyir bir dəfə Gülafət bacına gördüm səni. Elə başa düşdüm hələ Rəvan rəhmətə getməmiş də. Onda deyir utandım yaxınlaşma. Deyirəm ki indi insandan olsun. Biz səni görüb bəlkə sənətə yanaşarsan. Deyirəm o nə deməkdir? Sən ki məni sevərək izləyirsən, zamanla ayırırsan, baxırsan. Niyə ki nətər yanaşasıyam? Ben deyəndə bildim. Hə. İndi də deyir, dedim ki, yox, indi Rəvan da rəhmətə gedib. Dedim, nə olsa da yaxınlaşacağam. Elə bir ki, oradan düz poliklinika yanına getdik, söhbət eləyirlər. Bir də topbuş şirin bir oğlu var, 8 yaşında dağlar. Allah saxlasın. Hə, gözəl bacımla tanış oldum. Deyirəm, sən yadda qalan izləyicilərdənsən. Yazırsan deyə, ona görə adam yadında qalır. Hə, ünlü xala, gəl, ünlü xala tort aldı bir. Kaş yekəsi olardı, yox idi da yekəsi. Teşekkür ederim. Rauf da öz konfetini deyir, bu sizin, bu da mənim. Yenə konfetindən biraz aldı. Bunları xoşlayır. Hə, bunları, trüfelləri. Hə, qızlar. 13 manat, 74 qəpik, nəsə belə. Qəpiyi də var. Rauf gəl zalda oturdu, Nuray gəl orada otursunlar. Biz də burada. Bura Gülafətlə mənim yerimdir. Bir də kimin yeri idi? Anası olsun Rəvanın. Rəvan bizim dostumuz idi, sirdaşımız idi. Mənlə bir oturardı, ayarlar. Gülü əkmədim, qaldı sabaha. Sabah gedək gələk sonra. Hə. Dedim də oturum dincəlim səndən. Həm bugün getdi, qəbristanlığa getdi. Yanmışam, qıpqırmızı şəkil çəkdirdik. O mənə atdı, mən də ona atdım. Şəkillərdə baxıram, elə bir pörtmüşəm. Bugün çöldə olmuşsan. Hə. İndi də birə getdik, şəkilinə getdik, gəldik, ayağımda yoruldum. Sabah da əkərəm. Sabah da o biri gəzintimizə gedək gələk. Sabah axşam əkərəm. İstədim yeni almaq. Baxdım, yox, elə həmiklikdə almadım. Dedim, bu hələ bir bunları əkim. Küləkində payızda oktiya bu. Hə, bənək o satır onda. İndi kül yaxşı elə gəlir. Hə. Oktyabr ayında. Həmişə. Mən də elə bilirəm də. Payız prosto satırlar. Soruşdum, deyir, yox, tutar. Nə bilim. Bəlkə bunlar tutar indi. Bunlar şeydir da. Ramaşka gölü. Hə, ramaşka, papatya. Çoban yastığı. Salam əzizlərim, yeni bir gündən hər birinizi salamlayıram. Güllərim də düşsün. İndi yenə əynimi geyinmişəm. İndi Gülafət bacına Sədrək Ticarət Mərkəzinə gedirik. Güllərimi də əkə bilmədim xanımlar bunları. Nə çəkirəm? Bunları xanımlar. Günəndə yenə oturduq da belə dedim, ev yoxunsa torpaqdadır. Suda tökmüşdüm. Onsuz da satan elə nə qədər belə vaxt saxlayır da. Dən oturdum, dincəldim, bacım gəldi, çağırdıq, oturduq. Saat neçəyə qədər oturduq.
İnşallah bugün bəlkə əkərəm. Əslində Rafa dedim ki, qaydanda yenə alaq da, xaçə bir iki dənəsini də alaq. O da dedi ki, yox, hələ bir indi deyir vaxtı deyil. Hələ bunları əkib tutar. Yəni payız vaxtı deyirlər, əkmək lazımdır güldə, nə bilim. Mən də həvəsləndim, aldım. İstədim bunlardan da olsun bizdə. Qəşəngdilər, xoşum gəlir. Qafət bacı da gəlir. Gəlsin, gedək xanımlar. Evdə heç çəkiliş eləmədim. Bu dibi var idi, biraz qalmışdı yadınızdadısa. Onu da çıxartdım. Gələndə kartoşka ilə qızardaram. Belə, uşaqlar ikisi də evdə qalacaq. Sonra bugün getmədi atasından. Nəsə, evdə qalmaq işi var idi, ona görə atası dedi ki, yaxşı onda işindən olsun. Qafət bacına mən gedirik Sədərək, havada baxın, soyuqdur, belə sərindir. Buludlar gəlir. Əslində bugün ayın 18-idir, 19-una belə yağış, belə çox yağışdı. Hava veriblər əsasda bölgələrə. Mən də biraz prosta qollu koftadır belə. Onu geyindim, üstünə yenə jiletimi geyindim. Çox qalın da geyinəndə çox isti olur mənə. Bacım gəlir. Доброе утро. Düzəlməklə işi yoxdur. Bu payızdır. Dedilər də 19-dan yenə yağış, bölgələrə əsasən. Gəldik xanımlar, Sədərəkdəyik. 7-ci giriş, 8-ci girişdən keçək. Bəzi baxacaqlarımız var, almasaq da, bəzi özümdə göz yetirməliyəm deyə gəlmişəm. Burada, buradan rahat. Kömrünü kebap düşüyor. Şah kebab istəyir. Deyirəm, ay kebap alıyorsa getmirəm. Biz Gülafətlə gəlmişik, bəzi adamlar Rujeyvə qayıdılar veşlərinə. Deyirik, bunlar nə vaxt? Deyəm, bura fişə gələndə gəliblər də bunlar da. Bura hansı girişdir? Hə, buradır, hə Gül, buradır. Hə. Ora 9'dur bu. Hə. O 7, o 9, bu da 8'dir də. Salam əzizlərim. Yeni bir gündən sizləri yenə salamlayıram. Necəsiz, həmişə yaxşı olasınız əzizlərim. Dünən mən heç bir çəkiliş edə bilmədim. Dünən bilmirəm indi videoya yerləşdirirəm yoxsa yox. Elə evdə çəkiliş etdim ki, Gülafət bacı ilə getdim Sədərək Ticarət Mərkəzinə. Nə orada çəkiliş etmədim. Elə bir gediş idi, yəni sırf mən özüm üçün nəsə alış-veriş üçün getmədim deyə. Həm də oradakı zamanımız tez keçdi, tez gəldik evə, tez qayıtdıq xanımlar. Yəni mən elə alış-verişə getmədim. Bir-iki yer vardı, Rafla baxdım, mən də öz fikrimi bildirdim və belə tez gəldik, həmişəkindən tez. Çünki elə bir gəzinti olmadı, yəni alış-veriş mənim üçün olmadı. Amma yenə də biraz Nuraya nələrsə aldım, yəni çəkilişə uyğun olmayan. Bir də nə aldım? Qarşıma çıxdı qaşıq qoymaq üçün qab. Bu xörək bişirəndə istifadə etdiyim taxta, plastik qaşıqlarım var. Spatuladır falan. Onları qoymağa bir qab qarşıma çıxdı. Belə. Yəni onu aldım. Onda başqa rəngi forma yox idi. Forması ilə orada nə gördüm, elə tez onu da götürdüm, gəldim. Belə əzizlərəm, əslində şirniyyat bölümünə də keçə bilsəydim, prosta tez gəldik. Belə həyətdə burada giyinməyə rezin tapçıqalar alardım. Bir də Rəvanın məzarlığına güllər almaq istəyərdim. Amma belə tez gəldik. Və dünən elə çəkiliş də etmədim. Gəldim. Qonaqlarımız gələsi oldu. Dünən planlaşdırdığım kartoşka qızartmasını nə bilim bu dibi ilə onu etmədik də. Sveji, buzsuz ət aldıq. Bozartma pişirdim xanımlar. Belə günümüz də belə keçdi, qonaqlı oldu deyə nə telefonu qoşub eləmədim. Yəni video çəkirəm. Hastalar baxırlar, biz izləyirlər, amma yəni onlarla belə çəkiliş etmədim. Axşam da çox oturduq, gec getdilər. Belə səhərdən də durdum, evdə biraz işlər gördüm. Paltar yudum, maşını yenə 2 reys. Onları sərdim, həyəti səhər tezdən süpürdüm, çıxdım görüm nə gündədir baxın.
Bir də belə gün deyəndə baxın gülünlə çiçəklər. Yəni bizdə o hissədə nə yarpaq, nə olur həmişə külək baxın gətirir. Hələ bu yarpaq üzdə görünədir. Yəni tozlu torpaqda baxın belə gətirir külək bu hissələrə. Hə. Elə indi Cəsur getdi, oturdum mən də burada. Nuray hələ dərsdə indi gələr. Və buradan video montaj etdim. Oturmuşdum elə burada havada. Videonu montaj etdim. Qoydum ki YouTube'a yüklənsin. İnşallah saat 5'e qədər şəklini, nə bilim adını falan yazaram. Paylaşaram saat 5'də sizlər üçün. Dedim də durum keçməyə. Elə bir işim də yoxdur əslində. Amma Cəsur dedim, amma niyə bəs onu qızartmadın da? Deyirəm Cəsur, bəs qonaqlar gəldi, qonaq yeməyi deyildi. O özümüz üçün pişirmək istəyirdim. Bu da oje pişirmədim. Mənim də uşaqlarım, Cəsur da, Nuray da ikisi də belə əti belə sevmirlər. İndi düzdür, ətli yeməkdən var, amma pişirməsəm də olardı. Həm də bu da birini daha buzluğa qoymadım, elə soyuducunun aşağısına qoymuşdum. Daha qızardaram onda bir gün kartoşka ilə. Kartoşkanı götürdüm buradadır. Evi keçəndə apararam. Belə əzizlərim, dünənki günün xülasəsini sizə verdim. İnşallah ki, nə bilim, bəyənərsiniz vloglarımı. Daha belə oraslar deyir ki, xaltura edirəm. Günün özündən çəkmirəm, sonra danışıram neynədim. Yəni belə alınır da əzizlərim. Belə. Bugün də o bəxti açılmamış güllərimi belə ilkələndirim. Hanı görmürəm də. Hə. Bax o güllər dünən də qaldı, yenə əkmədim. Amma hava belə sərindi, özü də nəmli də sulamışam. Görək bugün əkə bilərikmi? Əslində bugün ayın 19'una belə hava vermişdilər. Yağışlı belə, nə bilim, amma çox istidir hava. Külək olsa da istidir. Hə, ayın 19'udur bugün, mayın 19'u. Hə, sizlər bu videoları biraz gecdə izləsəniz, yəni 2 gündən birimi paylaşıram. Elə alınır da bu son vaxtlar. Əsas odur ki, çəkilişlər edirəm sizin üçün ki, sizlər üçün paylaşım olsun, video olsun. Belə əzizlərim, əkərəm o gülləri də bugün. Uşaqları da kartoşkanı qızardaram, bu dibi ilə sevirlər. Dəhşətdilər də uşaqlar. İndikilərin hamısı elədir. Kimi dindirirsən, deyir toyuqdur, broilerdir. Amma kalbasanı bir ildə almıram. İstir hansı firma olur olsun. Yəni heç özümün belə nəfsim çəkmir. Heç harda görsəm də yemərəm, bilmirəm. Yəni deyə bilmərəm ki, bizə yenə alınır, alınmaz. Bir dəfə Nuray istədi ki, sosiska istəyirəm, amma kalbasa yox deyir sosiska. Deyirəm, fərqi yoxdur Nuray. Yəni elə bir şeylər görürük, eşidirik, nəfsim döndü, inanırsınız. Hə, belə xanımlar. Gedək sizə göstərim aldığım qaşıq qabını. Onun da bir defektini gəldim, evdə gördüm. Bilmirəm, alanda eləncə idi. Yox, mən vitrində gördüm. Dedim ki, yəni bağlısı varsa birini verin. Elə klukdaydı, onu verdi. Bilmirəm də indi qopub içinə düşmüşdüm. Yoxsa yolda bəlkə əlimdə gətirəndə ora-bura vurdum. Bilmirəm. Onu da sizə göstərirəm. Təmizləyərəm, sonra yəni o şkafın üstündə olan qaşıqlardan ondan başqa da bir-iki qaşığım da var. Onlar da hamısı yerləşsə elə onun içinə qoyardım. Çünki sirməyə qoyanda görsən ki, havasız qalırlar. Qoy elə açıqda qalsınlar. Belə əzizlərim, Nuray da gəlsin, darıxdırıcı adam evə girmək istəmir. Neyse ki, geçək evə. Kartoşkamı da götürüm. Belə paltaryanı da sildim, dəsmalını da belə atıram üzərinə. Əslində qapısını belə açıq qoymalıydım ki, içinə də hava getsin. Bu da kartoşkadır. Belə. Bu da evdə olandı. Telefon niyə belədir? Hə, belə. Bir ki, çox yaxından çəkir. Bu çox uzaqdır. Neyse belə. Bu evdə var idi. Yumurta qabını da yumuşdum, sildim və yadımdan çıxıb qoymamışam içinə. Yumurtamız tam sıfırlandı. 2 dənə yumurta qalmışdı, onu da özüm pişirdim, yedim. İndi bugün almaq lazımdır. Bunları da yerinə koyum xanımlar.
Belə baxın, qaşıqlarım bundadır. Belə sıxdır, görürsüz. Çıxardanda, qoyanda yeri dar olur. Əslində burada da qaşıqlarım var. Baxın, bunlardır. Sonra bunlar o taxta qabın içində olan qaşıqlardandır. Bunlar hələ heç işlənməyiblər. Baxın, belə bunlardır. Sonra buralarda da olmalıydı təbii ki. Yox, bir dənə lapatka var, belə silikon lapatkadır, belə. Qoy elə dursun orada. Belə dardı, görürsünüz hər şey. Yer dardı. Bir dənə də dəstim var, qara qaşıqla, yadınızdadırsa, öncələr bura qoyurdum. Elə burada dururdu. Çox da istifadə eləmirdim onları. Elə onları salfana büküb şkafın yuxarısına qoymuşam ora. Onlarla da istifadə olmur. Bu gözəlimi çıxardım, sizə göstərim. Bura qoydum. Gərək rafa yazım, kley alsın. Onun ayağını yapışdırmağa. Qoy bir dənə açım, onu xanımlar səs-küy salmamış. Bunları götürün buradan. Bunlar da hələ ki burada dursunlar. Baxın, burada sıxlıq yaratmasın deyə belə. Ona görə istəyirəm ki, hamısı bir yerdə olsun, o qabın içində. Bir qab olsun ki, hamısı içində olsun. Belə, ben bunu klokdan çıxardım. Baxın, xanımlar, belə bir qabdır. Nə bundan yaxşısını, pisini elə görmədim. Elə bu qarşıma çıxdı. Soruşdum doğrusu ki, belə qaşıqları qoymaq üçün boş bir elə bir qab satışdı. Ümumiyyətlə olurmu da bilmirdim. Baxın, görürsünüz, bir dənə bax, bu qopubdur. Baxın, arxası belədir. Dedi, bambu, nə bilim nə. Baxın, bunlar möhkəmdir. Bu düşmüşdü. Bilmirəm, indi elə idim orada ikən, yoxsa nə bilim, nə vaxt düşdüysə görüm, dınq 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 nəsə səs eləyir. Dedim, bəs bəlkə burada bir vilka forması var. Dedim, bəlkə o səs eləyir, bu bıçaq aralanır. Bir də baxdım, klokun dibində bu var. İndi bunu şeyləsək, yapışdırsaq. Yuvaram, qəşək qurulayaram, sonra qaşıqlarımı yığaram içinə. Belə, buralardan qoyaram bir yerdən. Əslində bu gülü istəyirəm, mən indi qəşəngdir, xoşuma gəlir, amma ən gözəlimi istəyirəm Rəvanın yanında olsun. Bəlkə Rəvanın məzarlığına apardım, Rəvanın yanına. Baş daşının üstünə qoydum bunu, istəyirəm orada olsun, ora gözəl olsun. Apararam ora, bilirsiniz niyə görə? Həm güldə deyil, burada güllər çox tez solur, xanımlar, məzarlıqda gün yandırır, tez solurlar. Rəvan mənim evimin ən gözəl çiçəyi idi. Ümumiyyətlə, alacam da indi. Prosta yaydır, günün altıdır. Ümumiyyətlə, yay olsun, qış olsun, qışda şaxtası, yağışı, qarı, yayda da belə. Biraz özümə toxtaqlıq verirəm ki, tək Rəvan deyil axı. Yəni, atamı qoymuşuq torpağa, nənəmdir, babamdır, o biri babam, nə bilim, qaynatam. Yəni, ümumiyyətlə, bütün qəbristanlıq əhli, yəni, kim neyniyə bilər ki? İstəyir hər gün yanına get-girən, nə hissə dəyişmir ki? Neysə, bunun ayağına belə bunu yapışdırın, bax, buranındır. Yazım dənə də kley alsın, Raf gələndə bunu yapışdırsın bura. Baxın, belə. Nəysə, kələrik gülümü qaytarım, yerinə qoyum, xanımlar. Gidən də aparacam. Mənim balamın yanında olsun. Gözəl nəyim varsa, nəyi bacarıramsa, imkanım daxilində Rəvanın yanında olsun. Belə əzizlərim. Mən də çay içim. Yaşıl çay. Mama ziyarətdən gətirdiyi çayı qutardım. Bunlar qutardı. Bir də Azər çayın sadəsini xoşlayıram. Bir də görsən, Rauf alır da həmişə. Yəni, əslində yazıq elə o həmişə alır. Yaşıl çay deyirəm, diqqət yetirmir. Ətərlisini alır, ya kəkli kötülüsünü alır. Bu sadədir. Baxın, ən sevdiyim çay budur. Yəni, sadə, öz çayın öz dadı. İndi mən bir dənəsini içim, oraya gələnə kimi. Baxın, xanımlar. Görün nə qədər külək yenə gətirdi, ləçəkləri görürsünüz. Qız gəldi məktəbdən. Yemək yedi. Belə. Mən gedim, bir dənə master okum var. Onu tapım.
gəlin bu gülləri əkim qırım. Axşam olmamış da. Baxın, oradan əkmək istəyirəm əslində. Buralar bilirsiniz necədir? Həm üzüm var, üzüm yağılır. Nə bilim, şotçuqa falan görə istəmirəm. Ayaq altı da oraya da bil. Bu yandan əkmək istəyirəm, amma şükürlər olmuş belə kartuşka gülləri çıxıb buradan. Bilmirəm, görüm də nə tər əkirəm. Buralardan əkim xanımlar. Buna baxımlar nə gözəldilər. Xanımlar, baxın, gülləri də əkdim. Belə. Bu ilə bir kartuşka gülü burada olmamalıdır. Əslində özündən bitib. Belə məsafədə bura əkdim. Bunların da aşağıki butaqlarını qırdım. Deyilir ki, aşağıki butaqlarını qıranda boya verir də uzanır. İstəyirəm ki, uzansın. Belə saat neçədir videomu paylaşım. Axşama yeməyimi pişirim uşaqlar. Necə sonra Nuraya. Mətbəxdə qoyduğum kimi durur. Mənim işim çay içməkdir. Ora pasta düşdü. Mebelin üzünü sildim yenə. Əlim durmur. Nura dedim, yenə ev. Deyirəm, nə bilim, boş durmaq istəmirəm. Nəsə eləmək istəyirəm. Amma toz soranlamadım. Bugün deyirəm, amma təmizdir axı. Dedim, yaxşı, toz soran qalsın, hələ küləklidir. Sabah yenə toz soranlayaram, polla silərəm. Boş durmayaq da. Xanımlar, bacım gəldi. Yazdım ki, haralardasan? Çoxdan ayrılmışıq. Dünən sədrəkdə gəzib gəlmişik. Dünən kofe hazırladıq özümüzə. İtiraf ki, bu qızın örüklərinə baxın. Səhər gəlib məni öldürür. Mama, dur, mənim saçımı hörüyür. Hətta nə yaxşıdır. Buraya qəşəng yanaşır. Sən niyə içmirsən? Mademoiselle. Duyğu da gətirərdin də uşaqları. Soxuyurdu Duyğu. Sabaha testi var fiskada. Hazırlaşır. Bir də mən Uğurlar. Bu oxudu qutardı. Uşaqlar dərsə gedir hamısı Nuray? Hə, testlərə görə gəlirlər də. Testlər yazır. Müəllimə yazıq, hər gün yazır. Belə. Biraz sohbət eləyək səninlə. Saat 5-də video paylaşacağım. Sonra da Nurayın yeməyini pişirəcəm. Belə. Güllərimi əkdim, baxmadın. Baxmazsan. O tərəfdən ya. Kiməsə qapısına girəndə mən də bir kör olurum. Heç də görmürəm. Allah hamd olsun. O tərəfdən, o tualet tərəfdən əkdim. 3 dənəsində. Küləkli idi. Bax tez qaçdırıb gedir. Bu gün neçə dəfə həyətdə süpürmüşəm. Külək imkan vermir. Xanımlar, bu da artıq yeməklərim hazırdır. Kartuşkanı da söndürürəm. Və burada da budda bir də qızardı. İçinə soğan da əlavə etdim bunun. Bu uşaqların yeməyi hazır. Yəni də atalar da istəsək. Bacı indi həm yürüyüş kimi gedirik park tərəfə. Biləcək park tərəfə gəzək. Körpünün üstündən Nuraya razı saldım. Nuray evdə qalır. Çünki indi atası gələsidir. Həm vacib işimiz var. Ona görə indi təxirə salmaq olmur. Zəng gəldi deyə gedəsiyik xanımlar. Burada da bozartma da var. Dedim ki, atan istəsə onu isidərsən ya da ki, bu xörəkdən qoyarsan. Pomidor, xiyar doğrayarsan. Əslində pomidorumuzu qutarıb yazmışdım ki, Rauf alsın. Belə. Nuraya evi tapşırıb çıxıram. Rauf da indilərdə gəlməlidir. Hal-hazırda saat 6-dır xanımlar. Saat 6-da evdən çıxasıyıq deyə. Mən artıq çıxıram. Evi Nuraya əmanət. Atan gəlsin, yeməyini hazır qoy Nurayka. Nə alsa, xalacinika falan yerləşdir. Mama sənə qurban. Sabah səndən çıxaram, sən istədiyi alarıq. İndi başqa yer. Nəysə, yeməkləri də söndürdüm. Mama sənə qurban. Mən çıxıram. Paka. Havada elə küləklidir ki, əslində. Belə zamaqumu da bağlayayım. Belə çıxıram, sportivində gedirəm xanımlar. Başımı görmür, saçımı darayım, yığım. Hay can. Nuray, nə alasıyım, maman sənə qurban. Şirniyyat da çox yeyirsiz. Darağım hanı mənim Nuray? Gətir. Mən öz darağımı istəyirəm. Niyə mənim darağımı götürürsən Nuriçka? Sən götürüb mənim saçımı örüldün. Hə, onda apardın şkafa qoydun, eləmi? Yemə şirniyyat, bəsdir. Daha bir izləyici də yazıb, hələ vloglarda yeyiləni görür. Haqlıdır, doğru da deyir. Çox yeyirsiz şirniyyatı. Aldırırsınız da, hələ bu vlogda görünəndir. Bizimki ancaq yollardır. Belə xanımlar, bu sportivnik yeni zamakını da bağladım. Kaşloku da cibimə qoyuram. Elə pis görünür ki, ben yeyinim əlimdə gəzdirməyim. Bu arada telefonu qoyacağım. Nur, getdim.
Küləyin səsinə bax da. Bu da mənim kraliçə bacım. Kraliçə bacım. Krasovkamı ver oradan bacı qurban. Bozu ver, bozu. Deyə bax o, hə. Deyə burada, bura gəl xanım qız. Deyə. Ne böyük iş görmüşəm. Deyib budur, sarını da buradan. Prosta bunlar öz başına çıxıb da buradan. Əslində burada heç normaldır. O petruşkan da o qədər yoldum, axır dartdım, kökündən çıxdı. İçinə sıxdım belə torpağı. Hə, bir də oradan çıxıb dəymədim. Hə, petruşkadır bax, hə. Onların hamısını istifadə edirəm. Gül lazım oldu sən də apar da. Çoxdur deyələ, çox da aparıram. Biz çıxdıq 7-yə, işləmiş hə Gül. Saat 8-ə qılafətdir, yaxşı yağış veriblər. Gedək 8-ə kimi qayıdarıq. Həm yürüyüş olsun, tez gedək. İşimizi də həll eləyək, gələk. Belə bacı. Havayı görsən dəyişdi Gülü. Bir bulutlar da gəlir. Hətta 19-dan 20-sinə keçən gecə demişdilər də. Bu səhər gördün nətər istiydi Gülü. Mən dedim cəsur bu istinin axırı yaxşı deyil. Birinci gündə hələ bu gün dağlar qol gödək geyinir. Bir may dağlar sərdən yenə qutqavı geyinərsə. Bu may ayını yola verək tez getsin xeyirliklə. May ayı heç elə bir payız aydı. Bax elə keçir. Bax bu zibilin atırları hara gəldi atırlar bax. Niyə bir eləyirsə axı yol da çəkildi. Olmaz mı təmiz olsun. Hara gedək? Şəkiyə. Şəkiyə gedək. Dəmir yoluna gəldik. Burada körpüdən keçək. Park tərəfə gedək bu stansiyada. Biləcəri stansiyası. Baxın insanlar da var. Qatardan düşənlər də var, çıxanlar da var. Buradan yerdən kişiyə görür. Hə? Sultantəki də 1.8-dəki. Gedər, hə. Ağstafyaraq buradan getdi da, Gəncə, Ağstafdan. Şəhərə də işləyir məsələn. 28-ə gedir də, buradan 28-ə gedir. Oradan adam götürür, nə bilim, indi baxır hansı da. Biləcəriyə gəldilər insanlar. Metro kimi də elədir. Biz də gedək köprümüzə çıxaq, köprümüzə. Belə çaşkalar var. Belə puxova adyallar var. Belə çay dəsmalları da var. Yorğanlar var. Bu yorğanlar neçəyə idi? Taxtı 20-dir, tək 18. Kristoğan firmasının qəşəng. 5 il, 10 il. Nə qəşəng keyfiyyətli məhsullardır, hamısı bahalıdır. Baxın bu padnos 30 manatdır, böyüyü də. Bunun altını qaldı görək bu neçədir Gülü? Bu 35 manat. Yox, bu 30'dur. Yazılıb 35. Hə. Olacaq. Hə. Görək sən nə vaxt köçürsən evə? Təzə evə köç görək bacım, nə alır sənə? Bacım, sağlığıma bəsdir. Yanımda olmağa bəsdir. Can. Təmizlərdə, hə. Belə qəşəng boşqablar da var. 6 manatdır bu balaca. Hə, qəşəngdir hamısı. 180 manat. Hazır maldır, yaxşı. Qəşəng keyfiyyətli. Malın çoxun şeyə görə gətirir. Mümkün et çalışır, yaxşısı olsun. Sizin mağaza
Bəzən bir o yaşlı ki, kimlə tapşırsa onu da gətirir. Nəsə tapşırsalar da gətirirlər. Kredit kimi də verirlər. Məndə bu çaynikdən var. Mən alanda 6 manat idi. Bu da 5 manatdır. İndi də bunun balacasını istifadə edirəm. Onlar qallara baxmağa. 4 ya 5-ci gündə seyir gətirəsən. Şeydi, baxmağa olar qallara. Buyur, çaysan. Belə, burada da ləyənlərdir. Aş süzənlərdir. Belə qaşıq qoymaq üçün hər ölçüdə var. Qaşıqlar da var. Belə plastik qablar da var. Yəni ev üçün hər şey var. Yəni belə qablar mənim mətbəximə sığışmır. Mətbəxim balacadır. Həm də ehtiyac yoxdur bizdə həyət evidir, həyətə yerləşdirirəm. Belələr də var. Arxadan belə görünür. Digər hissədə paltarlardır. Belə formalar da var. Sürtkəcilər də var. Elektrik eşyalar da var. Fenlər də var. Hər şey var. Bir tərəfdə geyimlərdir. Geyimlər də var. Klonkaları da var. Bak bunlar kətənə oxşarlar olsa da. Sabah yetəcəksən bala. Sabah hə vaxt Böyle geyimlər də var. Yap. Uşaq üçün paltarlar da var. Baxın belə maykalar. Çoxdandır bunlardan biz çıxmışıq. Belə qadınlar üçün geyimlər də var. Belə uşaq üçün paltarlar da var. Belə kişi geyimlər də var.